daxildə özünüzə o haqq hesab aparırsınız, sorğu-sual edirsiniz. Orada özünüzə icazə vermək, səhv etməyə, hətta qəsdən səhvlər etməyə, qəsdən tutan öz görünüşündə fiksasiya olunmuş bir insandır. Öz görünüşündə o takıntılı olan insan, məsələn, öz işində də işini super görməlidir də. Həftənin 7 günü çalışır, hamıdan geç çıxır işdən. Hər şey ideal eləməlidir, vaxtında çatdırmalıdır. Yəni bu insan özünə icazə versin ki, mən istirahət elədiyim günlər olmalıdır, yetərincə. İstirahət eləndə işi düşünməməliyəm, istirahət günümə işimi daşımamalıyam, ayım kompüterdə oturum, onu eləyim, bunu eləyim. Yəni mükəmməliyyətçi insan nədə özünə qarşı tələbkardırsa, orada tələbini xeyli azalsın. Çünki orada tələbkarlıq o qədərdir ki, sizi hələ bil o atı qamçı ilə qovarsan, atın heç halı yoxdur, hələ qovursan, halı yoxdur, qovursan, axırda yıxılır. Mükəmməliyyətçi insan da özünü o hala gətirir. Axırda gücü qalmır. Axırda emosional tükənmə baş verir, fiziki tükənmə baş verir. Çünki özünü çox incidir. Aşırı olanda da mükəmməliyyətçilik. Nə ilə bağlı olursa olsun, mükəmməliyyətçilik insanı depressiv edir. Sən heç nəyə sevinə bilmirsən, heç nədən həzz almırsan, nə ailəndən, nə bilim təbiətdən, nə dənizə getsən dənizdən, nə yediyin yeməkdən, belə hər şey elə bil. Çünki daim orada bir dəyərləndirmə var. Bax, mükəmməliyyətçi insan nə edir? Nə ilə bağlıdır sizdə, hansı mövzu ilə bağlı mükəmməliyyətçilikdə o ilişib qalmısınızsa, orada çox yüksəklərə bacaran insan, çox belə möhtəşəm bir şeylərə bacaran insanlarla ancaq müqayisə edirsiniz özünüzü. Və bir şey sizdə alınanda demirsiniz, orada tərifləmək olmur. Çox qısa olur. Şübhə var hər zaman özündən də. Yəni ki, alınsa da bir gözəl bir şeylər. Neyniyəcək? Təsadüfən oldu. Diqqətlə baxsalar, analiz etsələr görəcəklər. Yox, burada o qədər çatışmayan şeylər var ki, sadəcə insanlar dəqiq bilmir burada nə var, nə yox. Mən bilirəm ki, yox, o qədər də möhtəşəm deyil. Yəni, daim bir narazıçılıq var. Heç vaxt özündən razı deyil. Bunu inansaz da, inanmasaz da bir şəkildə özünüzü tərifləməyə başlamaq, bir şəkildə özündən səhvlər eləməyə icazə vermək, istirahət eləməyə icazə vermək, daha çox, nə qədər eləyirsinizsə, ondan daha çox. Gündə, nə bilim, 50 dəfə bəlkə özünüzdən soruşun, mən nə istəyirəm? Və həqiqətən tələbatlarınızla əlaqə qurun. Tələbatlarından uzaq düşmüş insanlardır mükəmməliyyətçi insanlar. Özündən soruşursan, mən nə istəyirəm? Ola bilər sən hönkür-hönkür ağlamaq istəyirsən, ağla. Ola bilər sən gedib dondurma almaq istəyirsən, ged al. İndi eləyə bilmirsən, sab eləyə biləcəksən, sab elə, eybi-ama elə. Ola bilər bir həftə evdən çıxmaq istəmirsən, ancaq tutalım, dizilərə falan baxmaq istəyirsən. Bir həftə də icazə verə bilməsən özünə, heç olmasa 3 gün icazə ver. Alınırsa, siz necə ürəyinizdən keçənləri heç olmasa eləyə biləndə 100% yerinə yetirin. Eləyə bilməyəndə 70%. Amma eləyin. Yəni, mükəmməliyyətçi insan hər gün özündən soruşsun, mən nə istəyirəm, çoxlu. Ola bilər əvvəldə sizə o sualı heç cavab gəlməyəcək. Çaşıb qalacaqsınız, ay Allah, heç nə gəlmir axı ağlıma. Ona da əsəbləşəcəksiniz ki, mükəmməliyyətçi hər şeydə görə narazıdır özündən. Bu sualı cavab gəlməsə də narazı olacaq ki, niyə mənə cavab gəlmir, niyə mən ağlıma heç nə gəlmir. O da normaldır da, həmən gəlməyəcək. Çox ehtimal ki, həmən o suala cavab tapmayacaqsınız, mən nə istəyirəm.